Vaxtınız xeyirli olsun. 9 ildən kolleclərə müraciət edən, ərizə təsdiq edən namizədlərin nəzərinə bir məsələni diqqətinə çatdırmaq istəyirəm ki, nəzərinizdə olsun ki, təxminən 32 min şagird ixtisas seçimi mərhələsinə buraxılıb və bu sayı hər gün arta bilər. Çünki kimlər ki, ərizəsini vaxtında təsdiq eləməyib, onlar yenidən ərizəsini təsdiq edib ixtisas seçiminə qatıla bilərlər. Digər bir məsələ isə ümumilikdə 6210 plan yeri ayrılıb. Amma keçən bu rəqəm 8 mindən bir il əvvəl 10 mindən çox idi və həmçinin ixtisas seçiminə buraxılan şagirdlərin sayı daha az idi. Görülən odur ki, ballarda qalxma ehtimalı ola bilər. İxtisas seçimi zamanı maksimum diqqətli olmağa çalışın. Çünki belə deyim, bu il rəqabət daha çox gözlənilir. Əgər ərizənizi təsdiq eləmişsə, onu silib yenidən də təsdiq edə bilərsiniz. Odur ki, ərizənizi düzgün təsdiq edin və unutmayın ki, subbakalavr kimi elə ixtisaslar seçin ki, ali məktəbədə qəbul ola biləsiniz. Bilirsiniz ki, ikinci qrupda, eləcə də birinci qrupda bir çox ixtisaslar 150 ballıq abituriyent, yəni 150 bal toplayıbsa, həmin ixtisasları kodlaşdıra bilər. Bu da sizin üçün ciddi rəqabət yaradır. Bu nöqteyi nəzərdən də elə ixtisas seçin ki, siz ali məktəbə qəbul ola biləsiniz. Düzgün ixtisas seçimi üçün 051 346 1438 mobil nömrəmə yazaraq və yaxud da elmlərdəki ofisimizə yaxınlaşaraq da seçiminizi elə bilərsiniz və yaxud da seçiminizə yenidən baxış keçirə bilərsiniz. Uğurlar!